Salam müəllim. Axşamınız xeyir. Necəsiz? Sağ Yaxşı. olun. Ekran paylaşım mən. PDF axtarıram. Dəqiqə uşaqlar. Hara düşüb PDF? Samir, bugün hansı dərs keçirik? Bugün keçəcəyik dünya okeanı və quru parçaları. Adaları, yarımadaları. Mən PDF axtarım. Mən hara düşübsə tapa bilmirəm. Yaxşı, xəritə üzərindən başlayaq. Bu PDF niyə açılmadı bilmədim. Xəritəni paylaşaq. Ekranda görsənir xəritə. Bəli müəllim. Deməli, bu günləri sizlərlə dünya okeanında quru parçalarını öyrənəcəyik. Quru parçaları deyəndə burada okeanlarda olan adalar və yarımadalar nəzərdə tutulur. Ümumiyyətlə, gəlin birinci okeanlarla tanış olaq. Neçə dənə okean var idi? 5. 5 dənə okean vardı, düzdür. Ən böyük okean hansıdır? Sakit. Sakit okean. Ən kiçiyi? Mən Şimal Buzlu Okean.
Mavuzlu okeandır, düzdür. Və bu okeanların hər birinin daxilində adalar və yarımadalar vardı. Onlarla ayrı-ayrı tanışaq. Birincisi gəlin görək ada nədir? Kimin fikri var? Ada nə olar? Hə, uşaqlar? Ada. Mən sahəsinin ortasında qalan yer adadır. Hər tərəfi, yəni dörd tərəfi də Hə, su ilə tərəfi əhatə qınalı. olunmuş, bəli, quru parçasıdır. Hər tərəfi su ilə əhatə olunmuş quru parçasına deyilir ada. Və adalar yaranmasına, mənşəyinə görə 3 qrupa bölünür. Materik mənşəli, mərcan mənşəli və vulkan mənşəli adalar. Materik mənşəli adalar qədimdə materikin hissələri olub, sonradan müəyyən tektonik proseslər nəticəsində ondan ayrılan ərazilərə deyilir. Və materik mənşəli adaların əsas xüsusiyyəti odur ki, uşaqlar, bu materik mənşəli adalarda qranit qatı var. Yəni qranit qatına malikdirlər. Materik mənşəli adalar hansılardır? Dünya üzərində baxsaq məşhur adalara. Elə dünyanın ən böyük adası Qrenlandiya adası materik mənşəlidir. Daha sonra gəlirik Afrikanın yanında məşhur böyük ada Madagaskar adası materik mənşəlidir. İndoneziyanın ərazisinə daxil olan Sumatradır, Kalimantandır, Yeni Qvineyadır. Bunlar materik mənşəli adalardır. Həmçinin də Şri-Lanka adası, Yeni Zelandiyanın şimal adası ilə Cənub adası materik mənşəlidir. Filippinin 2 dənə adası var idi, böyük adası. Mindanao və Luzon. Mindanao cənub idi, Luzon şimalda yerləşən adası idi. Bunlar da materik mənşəlidir. Yaponiyanın 4 böyük adası Hokkaido, Honshu, Shikoku və Kyushu. Bunlar da materik mənşəlidir, amma yerdə qalan digər xırda adaları vulkanik mənşəli hesab olunur. Həmçinin də Aralıq dənizinin içərisində yerləşən Siciliyadır, Sardiniyadır, Koriskadır. Bunlar da materik mənşəli adalar hesab olunur. Deməli, dünya üzərində baxsaq, məşhur materik mənşəli adalar oldu. Qrenlandiya, Madagaskar, Şri-Lanka, Sumatra, Kalimantan, Yeni Qvineya, Yeni Zelandiyanın şimal və cənub adası, həmçinin Avstraliyanın aşağı hissəsində yerləşən Tasmaniya adası, Filippinin Mindanao və Luzon adası, Yaponiyanın 4 böyük adası, həmçinin Rusiyaya məxsus olan şimal hissəsində Saxalin adası, daha sonra Böyük Britaniya, İrlandiya adaları, bunlar materik mənşəli adalar hesab olunurlar. Şimal Buzlu okeanın içərisində yerləşən adalar var ki, Spitsbergendir, Novaya Zemlyadır, Novosibir adasıdır, daha sonra Kanada Arktika arxipelagına daxil olan adalar, Baffin torpağı, Banks, Victoria, bunlar materik mənşəli adalar hesab olunurlar. Deməli, ümumiləşdirsək, materik mənşəli adaların əsas xüsusiyyəti nə oldu? Burada hansı qatı olurdu? Qranit qatı. Bəli, materik mənşəli adalarda qranit qatı olurdu və bunlar nisbətən ölçülərinə görə böyük olur digər materiklərdə adalardan. Ən böyük ada hansı idi? Grenlandiya. Bəli, ən böyük ada Qrenlandiya adasıdır. Daha sonra isə digər böyük adaları misal çəksək, Yeni Qvineyadır, Kalimantandır, Madagaskardır. Bunlar da böyük adalar hesab olunurlar. Adaların bu mənşəyinə görə ikinci növü vulkanik adalardır. Vulkanik adalar vulkanın püskürməsi nəticəsində yaranan adalardır və vulkanik adalarda uşaqlar qranit qatı olmur. Yəni bazalt və çökmə qatlardan ibarət olur. Məşhur vulkanik adalardan biri dünya üzərində məşhur olan adadır İslandiya. İslandiya adası birlikdə divergentdə yerləşən adadır. Bu vulkanik mənşəli adalardır. Və də vulkanik mənşəli adaları belə yadda saxlamaq olar da. Divergentdə yerləşən adaları, bir də konvergentdə yerləşən adaları yadda saxlasanız, bilin ki, bunların hamısı deməli vulkanik mənşəli adalardır. Gəlin birinci divergentdə olanlara baxaq. Divergentdə İslandiya idi, daha sonra Azor idi, Müqəddəs Yelena idi, Vozneseniya idi və Sakit Okean daxilində Galapagosla Pasxa adaları var idi ki, bunlar divergentdə yerləşən adalar hesab olunurdu. Həmçinin də vulkanik adalardır. Sakit Okeanında toqquşma zonasında, yəni konvergentdə yerləşən Kuril adası var idi, Aleut adası var idi,
Bunlar da isə vulkanik mənşəli adalar hesab olunurlar. Filippin, Yeni Zelandiya və Yaponiya, bunlar da konvergentdə yerləşənlərdir. Bunlar arxipelagdırlar uşaqlar. Arxipelaq, yəni bir neçə adaların birləşməsindən yaranan adalar qrupuna deyilir. Və məsələn, Yapon arxipelağının içərisində materik mənşəli ada da var, vulkanik mənşəli ada da var. Dörd böyük adası materik mənşəlidir, yerdə qalan xırda adalar isə vulkanik mənşəli hesab olunur. Həmçinin Filippinin, Yeni Zelandiyanın da belə vulkanik mənşəli adaları vardır. Deməli, əsas vulkanik mənşəli adalar hansılar oldu? Alunit. Azor, İslandiya, Azor, İslandiya, Müqəddəs Yelena, sonra Helena, daha sonra Pasxa, Galapagos və həmçində qeyd edeyim, Amerika Birləşmiş Ştatlarının sonuncu ştatı olan Havay adaları da Sakit Okean içərisində yerləşir. O da vulkanik mənşəli adadır, Havay adaları. Və vulkanik mənşəli adalarda hansı qat olmadı? qranit. Qranit qatı olmur. Doğrudur. Gəldik adaların üçüncü mənşəyinə görə növü. Bu da mərcan mənşəli adalar adlanır. Mərcanlar okeanlarda yaşayan canlılardır. Və mərcan polipləri daha çox isti enliklərdə olurlar, isti ərazilərdə yaşayırlar. Yəni tropiklər arasında, 23.5-lər arasında. 23.5-lərin xəttini qeyd edeyim. Baxın, bu şimal tropiki olsun. Bu da olsun, deməli, cənub tropiki. Tamam. Bu tropik, mərkəzdə yazaq, tropik. Yəni, mərcan mənşəli adalar tropik enliklərdə formalaşır. 23.5-lərin arasında. Baxın, bu xəritədə gördüyünüz orta enliklərdə olar. Da biz Şimal Buzlu Okeanda və yaxud da Antarktida sahillərində mərcan mənşəli adalar axtara bilmərik. Çünki mərcanlar isti sularda yaşayan canlılardır. Mərcan mənşəli adalar necə formalaşır? İsti enliklərdə mərcan poliplərinin ölməsi nəticəsində üst-üstə toplanır və nəticədə mərcan mənşəli adalar formalaşır. Mərcan mənşəli adalar daha çox hazırda daha çox turizm baxımından da əlverişli əhəmiyyəti olan adalardır. Məşhur adalar var. Maldiv adası, Baham adaları, Mariam, Marshall adaları var ki, bunlar mərcan mənşəli adalar hesab olunurlar. Onda uşaqlar, mərcan mənşəli ada hansı okeanlarda yarana bilməz? Şimal Buzlu Okean, Bəli, Şimal Buzlu Okeanda və Cənub Cənub Okean. Okeanında, bəli, Şimal Buzlu və Cənub Okeanında mərcan mənşəli adalar formalaşa bilməz. Bəzən mərcan mənşəli adalar aypara formasında olur, ona atol deyirlər. Və adalar qrupu ümumilikdə fərqi yoxdur. Vulkanik, mərcan mənşəli və yaxud da materik mənşəli adaların qrupuna birlikdə deyilir arxipelaq. Məşhur arxipelaqlar var. Yapon arxipelağı, Filippin arxipelağı, Böyük Zond arxipelağı, Kiçik Zond arxipelağı, daha sonra Böyük Antil, Kiçik Antil arxipelaqlar belə məşhur arxipelaqlar var. Yapon arxipelağına Yaponiyanın 4 böyük adası və yüzlərlə xırda ada daxildir. Filippin arxipelağına Filippinin 2 böyük adası və həmçinin də yenə onlarla xırda adadan ibarətdir. Böyük Zond arxipelağı deyəndə Sumatra, Yava, Sulawesi və Kalimantan adası nəzərdə tutulur. Kiçik Zond arxipelağı deyəndə burada Bali adası var, Molik adası var, Sulu adaları var ki, onlar Kiçik Zond arxipelağına aiddir. Ümumilikdə uşaqlar bu hissiyə, yəni buranı sileyim, bu Böyük Zond, Kiçik Zond arxipelağı olan hissiyə, bu hissiyə, bura deyilir Malay arxipelağı. Ümumilikdə hamısına birlikdə Malay arxipelağı adı verilmişdir. Deməli, adalarla tanış olduq. Mənşəyə görə hansı növləri oldu adaların? Vulkanik, sonra mərcan, Materik və mərcan mənşəli adalar, düzdür. Materik mənşəli adalarda hansı qat olurdu? Granit. Qranit qatı. Mərcan mənşəli adalar hansı enliklərdə yaranırdı? 23.5-lərdə. Bəli, Yəni yəni o tropiklər arasında isti ərazilərdə formalaşırdı və vulkanik mənşəli adalarda hansı qatı olmurdu? Qranit. Qranit qatı olmurdu. Məşhur materik mənşəli adalar hansılar idi? Qrenlandiya, Madagaskar. Qrenlandiya, Madagaskar, doğrudur.
Kalimantan, Sumatra, Sahalin. Bəs məşhur vulkanik adalar hansılardır? Müqəddəs Yelena, Azor, sonra Paska. Pasxa, bəli, Pasxa, Galapagos, İslandiya. Bəs mərcan mənşəli adalar, məşhur mərcan mənşəli adalar hansılar idi? Malaya arxipelaqı. Yox, Malay arxipelağı yox. Maldiv adası, Hə, Maldiv. Maldiv, Baham adaları. Baxın, Maldiv adaları burada yerləşir. Baham adaları, Marian, Marshall, bunlar da Sakit Okean mərkəzi hissələrində yerləşən adalardır ki, onlar hesab olunurlar, deməli, mərcan mənşəli adalar. Və adalar qrupuna, bir-birinə yaxın yerləşmiş adalar qrupuna nə deyilirdi? Bir-birinə yaxın yerləşmiş. Bir-birinə yaxın yerləşən adalar qrupu nə adlanırdı? Arxipelag. Bir-birinə yaxın yerləşən adalar qrupu arxipelag adlanırdı. Və onu qeyd edeyim ki, bəzən testlərdə sizə düşür ki, canlıların yaratdığı ən böyük relyef forması hansıdır? Canlıların yaratdığı ən böyük relyef forması deyəndə söhbət burada mərcan mənşəli adadan gedir. O da böyük sədrifidir. Avstraliyanın şimali şərqində yerləşir böyük sədrifi. Bunun mərcan mənşəli adadır. Və canlıların ən böyük yaratdığı, belə deyim ki, ada kimi də götürülə bilir. Testlərdə qarşınıza çıxanda, yəni bilin ki, söhbət hansı adadan gedir. Deməli, adaları öyrəndik, bu qədər, yəni adalar asandı. Gəldik yarımadalara. Yarım adanın tərifini kim deyər? Kim bilir? Nə olar yarımada? Bax, ada hər tərəfi su ilə əhatə olunmuşdur. Yarımadalar isə Bir hissəsi su olan. yəni üç tərəfi su ilə əhatə olunmuş quru parçasına deyilir. Bir hissəsi üç tərəfi su ilə əhatə olunmuş quru parçasıdır. Gəlin yarımadaları okeanlar üzrə qruplaşdıraq. Onu deyim ki, yarımadaların hamısı materikin bir hissəsidir. Yəni materikə birləşik olur. Onun üç tərəfi okean suyları əhatə olunsa da bir tərəfi mütləq materikə birləşik olur. Yəni quru parçası olur. Və yarımadalar da qranit, bazalt, çökmə qatlarından ibarət ola bilir. Və yarımadalar ən yaxşı üsulla ya qitələr üzrə, ya da okeanlar üzrə yadda saxlamaq lazımdır. Yəni birinci qitələr üzrə baxaq. Qitələr üzrə baxsaq, yaxınlaşdırım mən. Deməli, qitələr üzrə baxsaq, birincisi Avropa qitəsindən başlayaq. Avropa qitəsində məşhur olan yarımadalar var. Biri elə bu şimal hissəsində yerləşən 2 dənə yarımada var idi. Kimin yadındadır? Biri Skandinaviyadır. Skandinaviya yarımadası, biri də onun yanında yerləşən. Yox. Kola. Hə, Kola. Skandinaviya və Kola yarımadası hər ikisi Şimali Avropada yerləşən yarımadalar idi. Bir dənə yarımada var idi. Danimarkanın ərazisi hesab olunurdu. O hansıydı? Jutlandiya deyəsən. Jutlandiya yarımadası. Baxın, o da burada yerləşir. Jutlandiya yarımadası. Bunlar Şimali Avropada yerləşən yarımadalardır. İndi məsələn, orada baxaq, Skandinaviya yarımadasına baxın. Skandinaviya yarımadası iki okean suları ilə əhatə olunub. Çünki şimal hissəsi Şimal Buzlu okeana düşür. Qərb hissəsi Atlantik okean. Yəni bunu iki okean sahilləri suları yuyur. Kola yarımadası hansı okeanın sahillərinə düşür? Şimal Buzlu okeanında. Yəni Şimal Buzlu okeana. Jutlandiya yarımadası hansı okeana düşür? Jutlandiya Atlantika düşür. Atlantik okean sahillərinə düşən yarımadalardır, bəli. Gəldik indi Cənubi Avropada olan yarımadalar. Cənubi Avropada 3 dənə məşhur yarımada var idi. Hansılar idi? İşarəliyim bir dənə mən deyəcəm. Bu hissədə. Məsələn, bura. Piriney, Piriney, daha sonra ortada çəkilə bənzəyən Apenin, onun yanında Balkan. Balkan yarımadası, bəli. Cənubi Avropada 3 dənə böyük yarımada var idi. Piriney, Apenin və Balkan. Bir Qara dənizin içərisində kiçik bir yarımada var idi. Orada dağlar var idi, cavan dağlar. Kimin yadındadır o yarımada? Bu hissədə. Oranın. Bəli, ora hara idi? Krım. Krım yarımadası.
Deməli, Cənubi Avropada üçünü öyrəndik. Piriney, Apenin, Balkan. Şərqi Avropaya da Krım yarımadası düşür. İndi buradan Piriney, Apenin, Balkan hansı okean suları ilə yuyulur? Atlantik. Yo yo yo. Atlantik Okeanı hövzəsinə aiddir, bəli. Amma burada Apenindir, Balkandır, bunu Aralıq dənizi yuyur. Pirineyin isə bir hissəsini Aralıq dənizi, bir hissəsini isə tam olaraq Atlantik Okeanı yuyur. Deməli, Avropada olan yarımadalar hansılar oldu? Piriney Avrupa. Apenin Balkanlar buldu. Piriney, Apenin, Balkan, sonra Skandinaviya, Yutlandiya, Kola, Kola, bir də Krım yarımadası. Krım. Bunlar Avropada yerləşən yarımadalar oldu. Avropanı bitirdik, indi gələk Afrikaya baxaq. Afrikada biz cəmi bir dənə məşhur yarımadanı öyrənirik. O da Hind Okeanı sahillərinə düşən Somali yarımadasıdır. Bir dənə cəmi məşhur yarımada öyrənirik, Somali yarımadası. Hansı okean sahillərinə düşdü? Hind Okeanı. Hind Okeanı sahillərinə düşdü. Daha sonra Avstraliyada olan yarımadalara baxaq. Birincisi Avstraliyada olan yarımadaları biz şimal hissəsində iki dənə məşhur yarımadasını öyrənmişik. Biri şimal uzqar nöqtəsinin yerləşdiyi York yarımadası, digəri də onun yanında yerləşən Arnhem Land yarımadası. York və Arnhem Land yarımadaları Avstraliyanın iki dənə məşhur yarımadasıdır. Yəni sizə də testlərə ən çox bu yarımadaların adları düşür. Afrikada hansı yarımada oldu? Afrikada Somali. Somali, Avstraliyada Arnhem Land. bəli, Arnhem Land və York yarımadaları oldu. Baxaq Şimali Amerikaya. Şimali Amerikada da yarımadaların əslində adlarını mən sizə öyrətmişdim relyef bölməsində. Baxın, bu hissədə, şimal hissəsində Labrador yarımadası, Sakit Okean ərazisində Alyaska yarımadası, bir də Kaliforniya yarımadası və cənub hissələrinə gəlsək, burada Florida yarımadası və Yucatan yarımadası. Deməli, Şimali Amerikada olan əsas yarımadalar Labrador, Alyaska, Yucatan. Kaliforniya, Yucatan və Florida. Bunlardan Sakit Okean hövzəsinə aid olanlar Alyaska ilə Kaliforniyadır. Atlantik Okean hövzəsinə aid olanlar Florida ilə Labrador. Yucatandır. Həm Atlantik, həm də Şimal Buzlu Okean sahillərinə düşən isə Labrador. Labrador yarımadasıdır. Yəni, məsələn, sizə testlərdə düşsə ki, iki okean suları ilə yuyulan yarımadalar, onda siz rahatlıqla ora Labradordur, Skandinaviyadır, bu yarımadaları götürə bilərsiniz. Daha sonra gəlirik, deməli, Cənubi Amerikada olan yarımadalara baxaq. Cənubi Amerikada bir dənə yarımada mən sizə relyef hissəsində öyrətmişdim. Yadınıza gəlirsə, Cənubi Amerikanın ən alçaq nöqtəsi burada yerləşirdi. Valdas Braziliya yarımadası. ilə. Valdas yarımadası. Bu hissə yarımadaya bənzəsə də yarımada deyil. Ora Braziliya yaylasıdır. Cənubi Amerikada məşhur yarımadalardan Valdas yarımadasını öyrənirik biz. O da Cənubi Amerikanın ən alçaq nöqtəsinin düşdüyü ərazidir. -40 metr çökəklikdə yerləşirdi. Deməli, Asiyaya qədər olan yarımadaları öyrəndik. Bunlar içərisində Afrikada hansı yarımadaydı? Somali. Afrikada Somali. Cənubi Amerikada, Alya. Cənubi Amerikada. Yucatan. Yox, Valdas. Labrador. Valdas yarımadası idi. Şimali Amerikada hansı yarımadalar var idi? Labrador. Ondan sonra Alyaska. Alyaska, Yucatan. Yucatan, sonra Reci. mesela burada hansı yarımadaydı? Florida, Florida, bu hansı yarımadaydı? Kaliforniya. Kaliforniya. Yaxşı, sizə belə bir sual verim. Baxın, Şimali Amerikada da yarımada çoxdur, Avropada da çox oldu. Amma Cənubi Amerika, Afrika, Avstraliyada niyə az oldu yarımadalar? Quru hissəsi azlığına görə. Çünki bu materiklər yox, buzlaşmaya məruz qalmayıb. Buzlaşmaya məruz qalmadığı üçün sahillərində adadır, yarımadadır. Bunlar nisbətən az formalaşıb. Bir dənə Şimali Amerikanın relyef xəritəsinə baxın, bir də Cənubi Amerikaya baxın. Şimali Amerikanın sahil hissələri o qədər parçalanıb ki, girintili çıxıntılı da. Yəni orada adanın, yarımadanın yaranması normaldır. Amma Cənubi Amerikanın sahil xətləri sanki düzdür, yəni az parçalanıb. Çünki buzlaşmaya məruz qalmayıb. Gəldik
Ən böyük qitə olan Asiyada olan yarımadalara baxaq. Asiyada yarımadalar nisbətən çoxdur. Çünki Asiyanın həm ərazisi böyükdür, həm də buzlaşmaya məruz qaldığı üçün burada yarımadalar çoxdur. Birincisi ilə şimaldan başlayaq. Bu Şimal Buzlu Okean sahələrinə düşən yarımadalardan. Alyaskanın şimal hissəsində Taymır yarımadası və Yamal yarımadası. Taymır və Yamal. Daha sonra gəlirik Çukot yarımadası. Baxın bu hissədə Çukot yarımadası. Bunlar düşdü Şimal Buzlu Okeanın sahillərinə. Şərq hissəsinə baxsaq, şərq hissəsində yerləşən yarımadalara məşhur Kamçatka yarımadası. Onda uşaqlar, Kamçatkadır, Çukotdur, Yamaldır, Taymırdır. Bunlar hansı ölkənin ərazisi olar? Asya. Bu hissədə, yuxarı hissədə, Asiyanın yuxarı hissəsində dünyanın ən böyük ölkəsi olan hansı ölkə yerləşir? Rusiyanın düşər arasına. Bəli, Rusiyanın ərazisidir. Yamalda, Taymırda, Çukotda, Kamçatkada. Bunlar Rusiyanın ərazisində yerləşən yarımadalardır. Bunlardan Taymır, Yamal, Çukot Şimal Buzlu Okean sahillərinə, Kamçatka isə Sakit Okean sahillərinə düşən yarımadadır. Daha sonra gəlirik Şərqi Asiyada məşhur yarımadalardan biri də Koreya yarımadası. Koreya yarımadası da Şimali və Cənubi Koreyanın ərazisinə daxildir. Koreya yarımadası platforma idi, yoxsa geosinkronal? Geosinkronal. Yox. Platform. Koreya yarımadası platforma idi. Platforma. Məsələn, Yaponiya geosinkronaldır, amma Koreya yarımadası platformadır. Sonra gəlirik Cənub-Şərqi Asiyada olan yarımadalara baxaq. Cənub-Şərqi Asiyada olan yarımadalardan məşhur Hitcin yarımadası, bəli, və Malakka yarımadası. Onun aşağısında da Malakka yarımadası var. Hitcin və Malakka yarımadaları. Cənubi Asiyada isə məşhur bir dənə yarımada var. O da Denal. Komala. Denal değil. hara? Komala. Bura hara? Denal Yok. değil mi? Himalaya. Evet. Hindistan. Ha, Hindistan. Hindistan yarımadası. Himalay yuxarısında yerləşən dağdır. Hindistan yarımadası. Yəni məşhur, Cənubi Asiyada məşhur yarımadadır Hindistan. Hindistanın aşağısında burada hansı adaydı? Kimin yadında qalmışdı? Hindistan. Çayın da məskəni hesab olunur. Şri Lanka. Hindistan yarımadasının quyruğunda aşağı hissəsində balaca ada Şri Lanka adasıdır. Gəlib baxaq Cənub-Qərbi Asiyada olan yarımadalara. Cənub-Qərbi Asiyada isə baxın məşhur Ərəbistan yarımadası, Türkiyənin yerləşdiyi Kiçik Asiya yarımadası, bir də Azərbaycanda hansı yarımada var idi? Azərbaycanda Bakı hansı yarımadada yerləşirdi? Abşeron. Abşeron yarımadasında, bəli. Yəni Cənub-Qərbi Asiya deyəndə Kiçik Asiyadır, Ərəbistandır, Abşeron yarımadaları nəzərdə tutulur. Ümumiləşdirsək, Asiyanın deməli şimalında yerləşən yarımadalar hansılar oldu? Taymır, Yamal. Yamal, Çok yarımda. Çukot yarımadası. Doğru. Şərq hissəsində düşən yarımadalar hansılar oldu? Kore'yadı. Koreya və Kamçatka yarımadası. Kamçatka. Cənub şərqinə düşən yarımadalar Hitcin. hansılar oldu? Hitcin və onun aşağı hissəsində olan Malakka. Malakka. Malakka yarımadası. Cənubi Asiyada hansı yarımadaydı? Hindistan. Hindistan yarımda. İran yarımadasıdır, düzdür. Cənub-Qərbi Asiyada Arabistan. Abşeron yarımda. Asya. Ərəbistan, Abşeron və Türkiyənin yerləşdiyi yarımada hansıdır? Asya, Kiçik Asya. Ki, Asiya yarımadası oldu, bəli. Deməli, yarımadaları da ümumiləşdirdik qitələr üzrə, hər birinə ayrı-ayrı baxdıq. İndi burada baxaq, görək iki okean sahillərinə düşən yarımadalar Asiyada hansılar olacaq? İki okean suları ilə yuyulan yarımadalar. Bu iki okean suyunu. Hansı olar? Malakka. Asya ol. Malakka, Sakitlə Hind okeanı sərhədinə düşür. Malakka, bir də Hind-Çin yarımadası. Malakka ilə Hind-Çin iki okean sahillərinə düşən, Sakit və Hind okeanı sahillərini yuyan yarımadalar hesab olunurlar. Axı mənim Malakka'nın böyle biraz kuruldu. Yani torpaq ərazi var da. Buranı deyirsən, Ha.
Onlar adalardır da, Sumatradır, Yavadır. İndi xəritədə çox yaxınlaşdıranda effekti itir. Fiziki xəritədə daha öz atlasında baxsan, o əslində aralıdır o hissələr. Sadəcə kiçikləşdirəndə elə görsənir. Amma aralıdır Malakka, Sumatradan. Yaxşı uşaqlar. Deməli, yarımadaları da öyrəndik, adaları da öyrəndik və okeanlarda quru parçaları deyəndə bir də bərzəx nəzərdə tutulur. Bərzəx oynadığını yazım. Nə deməkdir bərzəx? Bərzəx iki su hövzəsini ayıran, qurunu isə birləşdirən quru parçasına deyilir. Yəni, bərzəxlərdən iki dənə məşhur bərzəx var dünya üzərində. Bir Panamadır, bir də Süveyşdir. Və bu bərzəxlərin hər birindən məşhur kanallar çəkilmişdir. Panama kanalı, baxın bu hissədə, bu Şimali Amerika ilə Cənubi Amerikanın sanki birləşdiyi yerdədir. Panama kanalı Atlantik okeanından Sakit okeana gedən ən qısa yoldur. Yəni, getmək istəyirsə, ən qısa yolda bu Panama kanalını keçərək Sakit okeandan Atlantik okeana keçid edə bilərik. Süveyş kanalı ölçü olaraq da Panamanın ərazisində yerləşir bu Panama kanalı. Süveyş kanalı isə baxın bu hissədə, bu qırmızı dənizinin şimal hissəsində Sinay yarımadası var ki, orada yerləşir. Bu Süveyş kanalı ölçü olaraq Misirin ərazisinə düşür. Və Süveyş kanalı vasitəsilə Hind okeanından Atlantik okeanına getmək mümkündür və yaxud da Qırmızı dənizlə Aralıq dənizini birləşdirən ən qısa yolla hesab olunur Süveyş kanalı. Deməli, hansı bərzəxlər oldu dünyada məşhur? Süveyş. Süveyş və Panama. Süveyş hansı ölkənin ərazisinə düşdü? Arabistan və Yox. Afrika. Misirin ərazisinə düşdü Süveyş. Panama hansı ölkənin ərazisinə düşdü? Panama. Elə ölçü olaraq Abş. Panama'da. Elə ölçü olaraq Panamanın ərazisinə düşdü. Yaxşı, adaları, yarımadaları mən xəritədə yerlərini göstərdim. Elə belə sınaq üçün gəlin kontur xəritədə mən yerlərini göstərim. Siz hansı ada yarımada olduğunu, kimin yadında nə qalıbsa baxaq. Kontur xəritəni açım. Burada kontur xəritəni görəsiniz. Dünyanın kontur xəritəsi. Bugün nəsə axtardığımı mən tapa bilmirəm burada. Tosfeta var. Kontur xəritəni tapdım. Okay. Düz olanına baxaq dünya xəritəsinə. Burada elə baxaq dünya xəritəsi, dünyanın fiziki xəritəsində baxaq. Birinci adadan başlayaq, yoxsa yarımadadan? Yarımadadan başlayalım. Yaxşı, yarımadadan başlayaq. Onda siz deyin görək bu hansı yarımadadır? Bir dəqiqə. Qələmin bura. Hindistan. Hindistan yarımadası. Bəli, Hindistan yarımadasıdır, düzdür. Yaxşı. Bura haradır? Skandinaviya. Skandinaviya yarımadası. Düzdür, Skandinaviya yarımadasıdır. Bura?
Somali yarımadası. Hansı yarımada? Somali. Düzdür. Somali yarımadasıdır. Doğrudur. Bura Ora. Kamçatka. düzdür. Kamçatka yarımadasıdır. Bura Tokyo yarımadası. hansı yarımada? Meşhur. Məşhur yarımadadır. Yaponlara bənzəyirlər orada yaşayanlar. Tokyo. Tokyo yox. Denali. Yok. Koreya. Kare. Məşhur yarımada Koreya yarıması. Tokyo Yaponiyanın paytaxtıdır. Yaxşı, bura haradır? Ora Hintli yarımadası. Çin düzdür. Bəs bura? Ora Filip. Hansı yarımadaydı? Diyeceğim ora. Malakka değil. Bilmem ora. Malakka yarımadası da düzdür. Malakka yarımadası da. Yaxşı. Bura haraydı? Bu balaca yer. Şey. Ora burun değil. Dejin yox, burnu orada yerləşirdi. Hansı yarımadada? Sukot. Sukot yarımadası. Sukot. Bura haraydı? Haran ora. Timer. Timer düzdür. Bura Haran. Yamal. Yamal düz. Yamal yarımadasıdır. Yaxşı. Bura haradır? Labrador. Yarımadası. Bura bəs Alyaska. Alyaska düzdür. Bura Şey. Kaliforniya yarımadası. düzdür. Kaliforniya yarımadasıdır. Bura Ora. haraydı ora? Həmcə də yadınızdan çıxır. F ilə başlayırdı. Ne demek? Florida. Bəli, Florida. F ilə başlayırdı. Florida yarımadası. Bura haradır? Haraman. Bura. Ora. O da Y ilə başlayır. Yurtlandiya deyil. Yox. Yucatan. Yucatan yarımadasıdır. Bəli. Yaxşı. Bura haradır? Ora. Avstraliyanın bəli şimalında. Orada. Bir dənə bu. Suarda. Suarda. Cape York yarımadası. Cape York. Bəs onun yanında hansıydı? Arnhem. Arm Hamlet yarımadasıydı. Bəli. Bu hansı yarımadaydı? Ora Pirney. Birini. Pirne. Ortada olan bəs. Balkan. Apenin. Apenin. Bura Benim. Balkan. Balkan. Bura haradır? Oranın. Bəli, bu Asya. Asya. Asiyada düzdür. Bura haradır? Oranın. Arabistan. Ərəbistan yarımadası düzdür. Bu Skandinaviyanın yanındakı bu kiçik ərazi bu hansı yarımadadır? Kola. Kola yarımadası. Kola yarımadası. Bəs bu Skandinaviyanın aşağısında olan kiçik ərazi o hansı yarımadadır? Kırımı değilsiz müəllim yoksa. Yox. Skandinaviyanın aşağısında olan kiçik Jutlandiya. Jutlandiya yarımadasıdır, bəli. Aferin. Bir yerdə seçdiniz, amma yadınızda qalıb yarımadaların yeri. Adalara da baxaq. Bu hansı adadır?
Ora. Madagaskar. Madagaskar. Madagaskar deyil. Bəs bura? Grenlandiya. Qrenlandiyadır, düzdür. Burada hansı adaydı? Qrenlandiyanın yanında. Grenlandiyanın yanında. İslandiyada. Bəli, İslandiya. Bu hansı adaydı? İslandiya. Yox, İslandiya deyil. Qoyun bir də sizini göstərim. İrlandiya, bəli, o kiçik yanında. Bəs İrlandiyanın yanındakı bu uzun olan hansıdır? Böyük Britaniya. Böyük Britaniya, bəli. Bu İrlandiyadır, bu da Böyük Britaniya adasıdır. Yaxşı, bu Hindistanın aşağı hissəsində olan adanın adı nə idi? Sri Lanka'da. Düzdür, Şri Lanka adasıdır. Bu hansı adaydı? Daha doğrusu hansı arxipelagıydı? O. Malakka. Filippin. Filippin, bəli, Filippin. Bəs bura? Yeni Zelanda. Yeni Zelandiyadır, düzdür. Bu hansı arxipelagıydı? Baxın burada. Koreyanın yanındadır da. Tokyo bayaq dediyiniz yer. Ha, Tokyo. Haradır ora? Y ilə Araq başlayır. müəllim. Buranı. Yine başlıyor. Bəli. Yaponiya. Yaponiyadır, düzdür. Yaponiyanın şimalında olan bu hansı adadır? Skotalin adası. Yox, Sakhalin adası. Skotalin dağıdır. Sakhalin adasıdır, Sakhalin. Yaxşı uşaqlar. Bəs bu Apennin yarımadasının aşağı hissəsində ada var idi. Orada da Etna vulkanı var idi. O hansı adaydı? Skandinav. Yok. Sicilya. Sicilya adasıydı, bəli. Bu hansı adadır? Ora. Yav adası. Yox, Yava onun yanıdır. Bura baxın, bu isə. Bura hansı adadır? Sumatra. Bəli, Sumatra adası. Bəs bu? Yava. Yava. Bu? O yeni Yeni Gineadır, düzdür. Bu hansı adadır? o Kalimantan. Kalimantandır, bəli. Və Avstraliyanın cənub hissəsində yerləşən bu adanın adı nə idi? Tasmanya. Tasmaniyadır, düzdür. Bu hansı adaydı? Ora. Orada. Hansı müəllim? Bu isə Kuba adası. bəli, Kuba adasıdır, məşhur ada. Ölkə dilə Kuba olaraq ölkənin ərazisinə düşür. Yaxşı uşaqlar, deməli adaları da öyrəndik, yarımadaları da öyrəndik. Xalqa üzərində də baxdıq yerlərinin hər birinə ayrı-ayrılıqda. Deməli, bugünlük bu qədər dərsimiz. Sual var. Xeyr. Gecəniz xeyrə qalsın, sağ olun. Sağ olun. Sağ olun.